Salam, hər vaxtınız xeyir olsun. Öskürəyi möcüzəvi şəkildə kəsən bir vasitəni sizə təqdim edirəm. Bir soğan götürürsünüz. Bu soğanı yuyub quruduqdan sonra alt və üst tərəfindən başlıqlarını düz kəsirsiniz, götürürsünüz və çay qaşığı ilə soğanın bir tərəfindən, baş tərəfindən bir ovuq açırsınız. Ovuğun dərinliyi 2 santimetrə qədər ola bilər. Soğanın digər tərəfi, yəni alt tərəfindən isə diş çöpü vasitəsilə 12-15 dəlik açırsınız. Bu soğanı bir stəkanın üzərinə qoyuruq. Ovuq tərəfi yuxarıda, dəlik tərəfi aşağıya baxır. Ovuq tərəfinin içinə bir xörək qaşığı bal əlavə edirik. Sonra balın soğan suyu ilə birlikdə stəkana süzülməsini gözləyirik. Axşam əgər bunu düzəltsələr, səhərə hazır olacaq. Bal tamamilə süzüldükdən sonra istifadə etməyə hazır olacaq və demək olar ki, uşaqlara 1 yaşdan yuxarı 1 çay qaşığı, böyüklər isə 1 xörək qaşığı gündə 2-3 dəfə istifadə edə bilərlər. Faringitdə, bronkitdə, qripdə bu çox gözəl bir vasitədir. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.